Bizim təbii qaz ixracımız ötən il 25 milyard kub metrə çatıb. Biz hasilatı artırmaq niyyətindəyik. Çünki artıq müqavilələr imzalanıb və proses gedir. Bunu Prezident İlham Əliyev beynəlxalq neft-qaz sərgilərinin açılış mərasimində çıxış edərkən deyib. İşlər planlarımıza əsasən getsə, biz 2030-cu ilədək qaz ixracını 8 milyard kub metrə qədər artıracağıq və o, xarici bazarlara təklif ediləcəkdir. Bununla yanaşı, imzalanmış müqavilələrə və sərmayə ötəliklərinə əsasən deyə bilərəm ki, 2030-cu ilədək 6,5 giqavat həcmində istehsal edilə biləcək bərpa edilmiş enerji gücünə malik olacağıq. Bu da bizim ümumi enerji istehsalımızın 35%-dən çoxunu təşkil edəcək. Yəni, Azərbaycanın yaşıl enerji gündəliyi olduqca iddialıdır. Neft və qazla zəngin olan ölkənin xarici investorlarla bərabər yaşıl enerjiyə sərmayə qoyması bizim məsuliyyətimizi nümayiş etdirir. Bütün bu yaşıl enerji potensialımız sayəsində biz əlbəttə ki, Azərbaycanın elektrik enerjisinə artan tələbatını təmin edəcəyik, əsasən bərpa olunan enerji hesabına. Bunun nəticəsində bir neçə milyard kub metr qaza qənaət ediləcəkdir və bu həcm ixrac olunacaqdır. Prezident İlham Əliyev bildirib ki, əlbəttə, ola bilər ki, COP29-un sədri olaraq neft və qaz haqqında danışmağımız bir o qədər də uyğun deyil. Ancaq bizim COP29-la bağlı gündəliyimiz çox praqmatik idi. Biz populizmdən, yalançı narrativlərdən uzaq idik. Həmin gündəlik ölkələrin qazıntı yanacağına olan tələbatının praqmatik hesablamalarına əsaslanırdı. Bəzi ölkələrdə bugün qazıntı yanacağı növləri ilə yaşıl enerji arasında olan balans nəzərə alınmır. Nəticədə geniş miqyaslı enerji kəsintiləri, enerji sisteminin çökməsi baş verir. Həmçinin burada daha mürəkkəb ssenarilər də baş verə bilər. Yəni, bəzi müəyyən addımları şərtləndirən meyllərə rəğmən həmin balansın qorunması düzgün siyasətdir. Azərbaycana gəldikdə biz təbii qazın hasilatının həcmini artırırıq. Çünki buna ehtiyacı olan ölkələr var və biz bu tələbatı ödəməliyik. Eyni zamanda tərəfdaşlarımızla birlikdə biz yaşıl enerji layihələrinə də yatırım edirik. Prezident İlham Əliyev qeyd edib ki, 2030-cu ilə qədər istehsal olunan 8 milyard kub metr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcək. Yəni, bugün bura sərmayə qoymuş investorlar hasilatın həcmini artıracaqlar. Həmçinin imzalanmış yeni sazişlər və nəzərdə tutulan müqavilələr həmin potensialı təmin edəcək.